Mama, mən 1-2 saatlıq işim var, başıma dönüm. Zeynal sizlə qalsın da, tələsirəm. Əlsin nana, uş sana nərən qurban. Gəl görüm, gəl. Təzənə xəbər gətirirsən. Gəlib götürəcəm birazdan, sakit ol, nənəni incitmə, yaxşı? Ay, təzə xəbərləri ver görüm nənən qurban. Atanla maman nə qayırır? Ay nənə, mama ilə atacılar da hər gün dalaşırlar. Ay nənə, bütün gün evdə səndən danışırlar. Bilirəm də, işləri gücləri ancaq məndəndir, məndən danışarlar. Məni kimi mələkdən, heç kimdən işim yoxdur. Ay, atanla maman nə yaxşı getmişdi Ağsu rayonuna? Yox ay nənə, nə Ağsu? Onlar Dubaydaydılar, səni alladıblar. Ağsu'da Dubay'da. Benim başıma taş düşse mən deyə biləm Ağsu'dadılar. Təzahür nə xəbər var, deyən görüm. Ay nənə, o gündə atama anama iPhone 16 Pro Max aldı. iPhone 16 Pro Max də bala. O dalında dişlənmiş alma olandan 3000 manat olan telefondan deyirsən? Hə, ondan. Deyə nə ya oğul? O gün səndən 3 manat istədim, ma pul vermədin, gedən Valeriyan alam, ürəyim dayanmışdı. Arvada 3000'lik telefon alırsan, nə olar? Görürsən bax bunu, aparıb qoyursan mamanla atanın yastığının altına. Şirinlik duasız eşitdin məni? Yaxşı nənə, dediyin yerə aparıb qoyacağam. Gör indi sana nə cadu yazmışam, ay gəlin. Sənin o iPhone'un iCloud'a düşəcək, pamuk platası yanacaq.